Sağ olun. Online növbəniz var. Bəli, aktivləşdirməyə gəlmişəm. Xəstəxanaya gəldik, monitora yaxınlaşdıq, monitora daxil etdik və növbəmizi götürüb həkimlərin qəbuluna getdik. Onlayn növbənin üstünlüyü oldu ki, canlı növbədə vaxtımız çox gedirdi. Vaxta qənaət elədik və həkimin də vaxtına qənaət oldu, bizim də vaxtımıza qənaət oldu. MyGov-dan daxil oldum, istədiyim müəssisəni seçdim, həkimi seçdim və iş vaxtımdan kənar bir vaxt özümə rahat vaxtı seçdim və belə gəldim, növbəmi aldım. Əməkdaşlar da mənə kömək elədi bu prosesdə. Məsləhət görürəm ki, bütün vətəndaşlar onlayn növbənin qabaqcılığına götürsün, gəlsin müayinədən keçsin. MyGov tətbiqinə daxil oldum, xidmətlər bölməsinə daxil olub, özümə uyğun vaxtı təyin etdim və müraciətimi təsdiqlədim. Bunun üstünlüyü mənim üçün çox əlverişli oldu. Canlı növbə götürənlərdən fərqim oldu ki, növbə gözləmədən həkimlərə müraciət edə bildim. Onlayn növbə sisteminə yazılmaq üçün vətəndaş MyGov tətbiqindən istifadə etməlidir. Tətbiqə daxil olduqdan sonra özünə lazım olan xəstəxananı, ixtisası həkimi seçir və vaxtına, özünə uyğun olan bir vaxtda boş vaxtları qeyd eləməklə növbəsiz şəkildə tibbi müayinələrdən keçə bilər. Xəstəxanaya vaxtından bir 15 dəqiqə tez gəlmək lazımdır. Gəldikdən sonra göstərilən bu monitorlarımız vasitəsilə öz növbəsini aktivləşdirməlidir. Aktivləşdirdikdən sonra o digər vətəndaşlardan fərqli olaraq növbə gözləmədən artıq həkimin qəbuluna yazıla biləcək. Bu həkimin də, vətəndaşın da vaxtının qənaətinə hesablanmış bir prosesdir.